Salam, hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilərim. Kanalıma xoş gəlmisiniz. Bugün mən şor qoğalın içliyin hazırladım və hazırlama qaydasını sizinlə paylaşmaq istəyirəm inşallah. Mən burada kərə yağından istifadə eləmişəm. Əziz izləyicilərim, siz hansı yağdan istəsəniz istifadə edə bilərsiniz. Yağı qaba əlavə elədim və üzərinə raziyana, cirə, qara istiot, sarı kök, bir də duz əlavə eləyib yaxşı-yaxşı qatışdırdım. Ədviyyatlarla yağı yaxşıca qatışdırandan sonra onu əlavə eləyəcəm. İndi isə unu əlavə elədim. Unu hissə-hissə əlavə eləyirəm. Unla yağı qatışdırıb umac halına gətirirəm. Deməli, umac hazır oldu. İndi isə bu umacı deməli boş tavada, yəni yağsız tavada qovururam biraz. Hardasa bir 5-6 dəqiqə, 10 dəqiqəyə yaxın qovurdum, amma vam xodda. Çox da xod vermək olmaz qaza, çünki qızarmamalıdır. Həm rəngi tündləşir, həm də ətri daha çox gəlir içliyin. İçliyi hazırdır, əziz izləyicilərim. İnşallah bu günlərdə qoğal da hazır eləyib, bişirib sizinlə paylaşarım. Güman edirəm ki, bəyənərsiniz. Bəyənsiz bəyən düyməsini basıb abunə olmağı unutmayın. Əziz izləyicilərim, sağ olun, sağlıqla qalın.